Salam hörmətli izləyicilər. Hamınız deyirsiniz, şəxsi tikili ev istəyirəm. Bu da sizə çəkib bir nə şəxsi tikili ev çəkib göstərirəm. Amma öncədən küçəsini çəkib göstərirəm ki, görün nə enli küçəsi var. Hardasa bir 8 metr enindədir. Bu da gəldi. Şəxsi tikili ev. Şovalanda Gülçülük deyirlər ərazidə. Gülçülük. Yəni Google-da yazın. Sual verirsiniz ki, hardadır, hardadır? Mən də sizə yerini dedim. 6 sotun içində sənəd tam mülkiyyət. Paket kupsadır. Yəni həm torpağın, həm evin sənədi var. 2 mərtəbəli monolitli 250 kvadrat metr. Həyəti də ki, qardaş, düzdür, betonlanıb bura. Yəni evin içi təmirlidir ya. Bir dənə qalıb ki, bura tam etsat, nəsə düzmək. Həyətində ağaçları var. Burada yerləşir evimizin sanuzyılı. Bir dənə diqqət yetirək, hörmətli izləyicilər. Deməli, evin qazı, su, işığı, kommunallar hamısı qaydasında. Bir dənə qarajına baxın, görün, nə boyda qarajı var. Bunu mən sizə çəkib göstərirəm. Yəni, buranın otaq kimi də, ev kimi də istifadə eləmək olar. Çünki hər bir şəraiti var. Burada qaz, su, işıq hamısı çəkilibdir. Qiymət start olaraq çıxdı 310 min manata. Real alıcıya təbii ki, indirim olacaq. Həm şirin suyu var, həm də su xətti, quyusu var. Evin böyük hissəsidir. Qazanxana evin arxasında yerləşir. Görürsünüz, monoliti göstərir. Bax, beton monolitdir. Təmiri öz əşyalı satılır ha. İpotekaya da yararlıdır. Bağ evi də, yəni bağ evi şəhərin tıxacından qaçıb gəlirlər ki, sakit yer istəyirik, havası təmiz. Bu da sizə həmən yer. Neyniyək? Girək otaqlara. Bura giriş hissəsidir, deməli. Stipoldur. Evimiz stipoldur. Birinci baxacaq 5 dənə yataq otaqdır. 4-ü ikinci mərtəbədədir. Bir dənə baxın, görün nə geniş qonaq otağı var. Burada bir ad günü, hər bir yəni məclis keçirmək olar. İnternet xətti də var, səliqəli evdir. Bir köpük pul qoyulmayacaq bura. Yəni təmirinə söhbət yoxdur. Gördüyünüz bax bu mebellər var. Hamısı təzə kimidir demək olar ki. Hamısı səliqəlidir. Şəhərin tıxacından uzaq. İndi mətbəxinə baxacağıq. Gəl. Mətbəximiz geniş, səliqəli, təmiri, mətbəx mebeli, bahalı, membran mətbəx mebelidir. Gördüyünüz bax, xalacinlik, stiralni maşın, Samsung firmasıdır ya, yaxşısındandır. Gəl bura. Deməli, birinci yataq otağımız yerləşir, bax, birinci mərtəbədə. Bax, belə bir yataq otağıdır. Sonra, burada birinci mərtəbədə sanuzyoldur, hamam tualetidir. İndi qalxacaq ikinci mərtəbəyə. Bir dəqiqə. Hə, gəl. Çıxdıq yəni qonaq otağına. Bir də nəzər yetirək qonaq otağımızı. Qonaq otağımız çox genişdir. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbənin pilləkənləri bir dənə səs eləmir. İkinci mərtəbənin döşəməsi parketdir. Şəxsi ev istəyənlər buyur, zəng edin. İkinci mərtəbə, parket, döşəmə. 4 otağımız da buradadır. Otaqlar da ki, hamısı böyük, geniş. Ən böyük yataq otağı buradır. Görün, nə böyük ölçüdədir. Buranın özünün eyvanı var. Bir sözlə də bağ evləridir hamısı. Birinci otağa baxdıq. Radiatorlar. Bu ikinci yataq otağıdır. Uşaq yataq otağıdır. Bu üçüncü yataq otağıdır. Buyurun. Mebellər hamısı, yataq dəstəsi hamısı təzə vəziyyətdədir. Bura bir dənə də sanuzyoldur. Və 4-cü yataq otağı. Damada yuxarıya, yəni xod var balkondan. Kim alsa Allah xeyir versin, 310 min manat. Sənə tam mülkiyyət. Sağ olun.